Mayın 17-si Bakıda və Abşeron yarımadasında hava arabir tutulacaq, bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, gecə və səhər duman olacaq. Havanın temperaturu gecə 9-11, gündüz 15-17 dərəcə isti gözlənilir. Atmosfer təzyiqi isə 754 mm civə sütununa çatacaq. Naxçıvanda sabah bəzi yerlərdə gün ərzində yağış yağacaq, arabir intensivləşəcək. Havanın temperaturu 13-17 dərəcə isti gözlənilir. Sabah bir çox rayonlarda hava yağıntılı olacaq, bəzi yerlərdə dolu düşəcək, şimşək çaxacaq, arabir yağıntılar intensivləşəcək. Şimal-qərb küləyi bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 13-15 dərəcə isti, bəzi yerlərdə isə duman ehtimalı var. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.